2 ildən alışmamışam. Təsəvvür edirsən? Dostum ailəmin yanında özünüzün bu temalar 4-5 ildir var da, yəni dostum ailənin yanında necə tanıdım. 2 il mən həyatımda heç vaxt siqaret çəkməmişəm. Təsəvvür edirsən? Məndə siqaret var. Heç qoşa. Məncə təcrübə alıb elə veriblər şüşən qarşısına. Onsuz da hər şeydən əvvəl sən avtobus sürmək istəyirsənsə 5 ya da 6 il sənin təcrübən olmalıdır. Daha doğrusu 5-6 ildir sən prava almısan. Minimum. Sonra o kateqoriyanı sənə verirlər. O kateqoriyanı keçəndən sonra sən qadınlarda səhv eləmirəmsə 1-2 həftə ya da 1 aya yaxın təcrübə oldu. Sınaqlar keçdi. Bu cüdoçudur. Tanımırdın. Amma yəni arxadakı medalları görəndə aşağı yuxarı idman növü ilə məşğul olduğunu hiss edirsən. Heç vaxt. Mesela Qaqaşın döşləri görünməsə də olardı da yəni. 2 Ucları. il mən həyatımda heç vaxt siqaret çəkməmişəm. Təsəvvür edirsən? Heç vaxt. Mən 2 il kola içməmişəm. Təsəvvür edirsən? 2 il. Mən 2 ildə şəkər yeməmişəm. Bu arada mən kolanı həqiqətən bir ara tərk etdiyim vaxt olub. 4 il. 4 il ha, 4 il tərk etmişəm. 5 də ola bilər, bilmirəm. Çox pis bir dənə paraşa yaymışdılar. O vaxt internet yox idi. Telefonlar knopkalı falan idi. Smartfon hələ başlamamışdı məşhurlaşmağa, amma xaricdə var idi də. İnternet var idi, prosta yəni o değildi də. Yəni knopkalı telefondan Google-a girirdi, nə də düşün. Maksimum o idi. Kola ilə Pepsi-nin mesela əqrəb zəhərindən zatdan, əqrəb qanından daha doğrusu hazırlanmaz söhbəti yayıldı. Bizə dayı oğlanları var idi 2 dənə. Onlar biraz böyük idilər də. Onlar daha çox yayırdılar belə şeylər. Papagilin, mamagilin qabağında dedilər, "Всё da, yəni kəsildi. Evdə daha alınmadı." O vaxtdakı yəni evdə nə deyildi o idi də, yəni. O qədər çox açıq fikirli deyildik falan. Normallaşdırmaq məsələləri yox idi o vaxt, belə deyim. Sonra nə oldu? Sonra dedilər Pepsi yaxşıdır. Pepsi içməyə başladıq. Sonra nəsə də başladı ondan içməyə. Təsəvvür edirsən? 2 il mən 2 il çörək yeməmişəm. Təsəvvür edirsən? Kola Pepsi demir, yağla yerində. Doğru. Elə idman sonra. Burnundan gəlsin. Çox sağ ol. Allah razı olsun. Yayında hansı bədağız yazdı o sözüyle. Onu kim demişdi? 1-2 nəfər var, adını deyim, bəddua eləsinlər. Bizim internetdən sürətli də həmin Qaqaşın cəhdi. Burundan gələcəyində. Şeydir. Belə yayım edənləri məsələn mən yaxşı baxmıram. Xoşuma gəlmir. Yəni belə yayım düzgün deyil. Yəni ASMR-dir, nə bilim, yemək food ASMR-də belə deyim sizə. Olan şeylər var. YouTube videosunu atırlar. Yəni bilmirəm indi yayımını eləyirlər yoxsa yox. Bu amma fast food yoxdur burada. Yəni nə bilim, fast food zadı qoyduq bir qırağıya. Yəni evdə normal bir yemək qoyub. Nə yeyirdi Qaqaşın? Bir pomidor yumurtanı oturub yeyir, batırıb 700 nəfər oturub nəyə baxırsınız? ASMR üçün Qaqaş mikrofon lazımdır. iPhone-u qoyub qabağına bu ASMR deyil, bir şey deyil. Yəni bunun nə məntiqi var? Bu ayrı bir söhbət. Hansı məntiqlə izləyirsiniz bunu? O da ayrı bir mental tüpürü. Bu deməkdir. Yəni xaos sevirlər, nə bilim giz şeyləri sevirlər, pekadı, nə bilim VS-lərdir, məsələlərdir, giz şeyləri sevirlər. Başa düşdüm. Bunları keçdim. Yəni bu tərzi ki yaratmışsa külsün başınıza Qaqaş. Nə var? In English, we say Switzerland. Mən isə öz yayımımda çox yemək yeməyə səy göstərirəm. Bacardığım qədər minimum mən öz yayımımda demək olar ki, gecə gündüz yayımdaydıq da. Yəni indi düz azaltıram yayım. Bütün dillər vs Azərbaycan dili. Switzerland. Switzerland. Swiss. BC. Switzerland. Swiss. Schweizer. Швейцария. Швейцария. Switzerland or Swiss? Switzerland. In Switzerland. İsveçre.
Bunlar saniyələri necə tutuzdurulur? Hə. İsti şokolad sezonu gəldi. Bizə də xinqal göstər, amma isti şokolad dadı. Soğan vurub üstünə. Qiymədir bu. Belə yemirəm mən məsələn. Bizdə necə olur, mən sizə deyim. Gürcü xəngəlində, yəni şey olur, qiymə olur. Amma parça ətdə şeydə olur, bax bunda olur, bu yarpaq xinqalında. Biz xinqal deyirik. Yarpaqda qiymə yox, parça ət qoyuruq, elə dadlı olur. Soğan, amma nə bilim, biraz özü də şey deyə, qızardılıb soğan karamelize olur. Siz yenə yaxşısınız. Bəzilərinə baxanda o dediyinizdə də məndə xoş gəlmir elə yemək yeyim. Hətta yəni elə yemək yeyən YouTuber və yaxud da yayımçıları bilmirəm, YouTuberları bilirəm var xaricdə, amma ASMR söhbəti var orada. Xıyar o yayımı da eləmir ha. Bu ASMR nədir? Danışmır. Budur. Danışmır, yeyir. Yemək ASMR-sindən danışıram. Amma bu söhbət edir özü üçün. Bir yanım mən heç dostlarımla üzbəüz oturanda çox danışmıram yemək yeyəndə. Əzbərli bir hərəkətlər. Ağzından hiss olunmur nəsə çaldığı. Klarnetə zətdə yenə istəyirsən, bunda vəbşə hiss olunmur. Fikir ver. Dəqiqədə Zeyl səndən saat soruşurlar. Mən də deyir saat. Qəşəng video. Bugün telefona az baxmışam. 4 saat 58 dəqiqə. Murad. 16 saata niyə çatıb burada göstərir? Mənası nədir? Az baxdığı 5 saat demək istəyir. Mən nə qədər baxıram, baxım. Amma mən yayımı da buradan izləyirəm. Və mən bu aralar PUBG Mobile başlamışam şu aralar. 4 saat 48 dəqiqədir bugün. 6 saat 26 dəqiqə dünən olub. Amma mən dərsdə işlədirəm telefonu. Məcburiyyətdir yəni. Bundan əvvəlki gün 5 saat 23 dəqiqə olub. Bundan əvvəl 4 saat 29 dəqiqə olub. Bundan əvvəl 5 saat 58 dəqiqə, 6 saat 10 dəqiqə. Məsələn, bugün 30 dəfə açmışam telefonu. Dünən 84 dəfə açmışam. Sıra gün dərsim yox idi, 41 dəfə açmışam. Ondan əvvəl 96 dəfə açmışam. 3-cü gün dərsim var idi. Ondan əvvəl 29 dəfə açmışam, dərsim yox idi. Birinci gün dərsim var idi, 117 dəfə kilitdən açmışam. 130 dəfə WhatsApp açmışam kilitdən. 54 dəfə Instagram açmışam, 26 dəfə Jorik, açmışam. Biddeyes, 22 dəfə ChatGPT açmışam, 15 dəfə Faceit, 12 dəfə bank, 7-si Classroom, 9 ayarlar. Salam. Necəsən, axşamın xeyir. Salam. Vaxtın xeyir. Şükür, sən necəsən? Yaxşıyam, şükür, yaxşı olasınız. Bitdi video baxmanın YouTube. 5 dəqiqəsi qalıb. Tez bazar bitirirəm. Baxırsansa açım yəni.
Kopartmağa baxsan, baxıram Hə. yayını. Ya açım tez bax da. At. Tək gəlir səsim. Hə. Cəsəddə nə üçün oturmusan? Tərk et bədəni. Qatar Bakımilə gedəndə işçilərin Nərmanovda çıxardığı şübhəlilik. Qapını burax. Ziktirmə qapını burax. Qatar depoya gedir qapını burax. Tərk et cəsədi. Rahat burax insanı. Tərk elə bədəni. Hala bu da videodur. Rahat burax insanı. Rahat burax insanı. Xeyirli olsun. Rahat burax. Bugün də açın video çəkirəm. Elə da prosta elə açılmadı qardaş. Elə açılmır. Heç nə, xeyirli olsun qardaş. 17'dir bu. Sağ ol. Yo, bro, help me. Бро, у тебя ошибка здесь. Понял? У тебя, бро, по-другому надо писать. А это, What the fuck are you doing? Bro. Peki. это надо вот так сделать. What this guy doing, bro? Вот так лучше. Теперь все нормально. Bək söyledi ya. Bunu keçişi də olar. Kardeşim burada Abi Azar'ı date'le nasıl konu açarız? Şimdi Banu tecrübene güveniyorum. İsmi Banu tecrübene güveniyorum. şimdi şöyle konuya direkt Azerice konuşacaksın. Konuya şöyle giriyorsun. Necesen Aybala? Bak yani hani nasılsın canım demek. Hani necesen Aybala? O bir an diyecek ki Allah Allah ben ve Aybalam ne alaka, bu adam bana mı aşık acaba? Orada bir kere o şeyi alacak, huzursuzluğu alacak. Bir overthink yapacak bir 2-3 dakika. Sonra diyecek ki oturmuşam kahve içirem sen ne yapırsan? Ne yapırsa? Dediği an hemen yapıştırıyorsun cevabı. Seninle konuşurem yakşıyam. Bak hayırlı uğurlu olsun kardeşim. Belli bir yere kadar getirdik. Gagaşın köyneğinden bende de var. Konuyu sen devam ettirirsin. Yarın bir gün düğün yaparsanız da ben ve 64 bin tane canlarım düğün yemekliyse geliriz. Kendine iyi bak. Eləməyəcəyiniz bir taktikanı işləsin. Yoksa altı öyleyesi olmadı. Mən ailə yox, karyera qurmaq istəyirəm. Öz pulumu qazanmaq istəyirəm. Çünki başqasının asılı olmaq istəmirəm. Mən öz başına yaşamaq istəyirəm. Çünki mən əxlaqsızam. Arzu etdiyim kimi geyinmək istəyirəm. Çünki zövqümə güvənirəm. Mən əxlaqsız geyimləri xoşlayıram. Evə giriş və çıxış saatlarına özüm qərar vermək istəyirəm. Çünki öz saatım var. Mən küçə həyatı yaşamaq istəyirəm. Öz qərarlarımı özüm vermək istəyirəm. Çünki öz beynim var. Mən təhlükəliyəm. Çünki öz düşünən beynim var. Və əxlaqsızam. Qardaş hesabı verərdiniz də zəhmət olmasa. Narahat olma, mən ödəyərəm. Qəşəng idi ama Silent Hill olmuştu Bakı. 2 dəfə oldu yazdı. Yeganə yerdə ki, içəri şəhərdə gəzəndə çox adamın ayağı yorulur. Xatın buradadır. Buradayım. Hə. Emre Sesim geldi. Akkaya. Hoş geldin. Teşekkür ederim. Danışır ve gösterir Bakü.
Qəşəng editdə də bu editi kim eləyir? Sifətimə baxdım yayımda şey oxşuyuram. Böyle bir klubdayım. Duptis duptis. Alo. Qəşəng mahnılar qoyur axıra. Now follow my lead, come coming now, follow my lead.